Bəziləri deyir ki, İslam dini kim müsəlman deyilsə onu öldürün deyir. Dəlil olaraq da Bəqərə surəsi 191-ci ayəni gətirirlər ki, hansı ki Allah Subhanahu taala buyurur, onları, yəni müşrikləri harda yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Və bunu dəlil gətirib deyirlər ki, yəni İslam dini kafirləri, qeyri-müsəlmanları öldürməyə əmr edir. Elhamdülillah. Bilirsiniz, ümumiyyətlə, yəni problemlərdən nədir? İnsanlar Quranı başa düşürlər öz ağıllarına görə. Ona görə də belə bir suallar yaranır. Ona görə Quranı Kərimi düzgün başa düşmək üçün, nəinki Quranı Kərim, hətta hədis, Peyğəmbər hədisləri baxmaq həmişə lazımdır ki, bu ayələr necə tətbiq olunub. Ona görə görürsünüz, bu Quranilərin, belə deyən Quranın batilliyi və azğınlığı bu şeylərdə göstərir. İndi kimsə onların yoluna düşsə, deyəcək, mən Quranda yazılıb, mən də gəlib öldürürəm. Yəni hansısa insan özünü Qurani deyən adam bunu eləyə bilər. Amma biz əhlüsünnə olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm yolunu, sünnəsini qəbul edən müsəlmanlar heç belə şey deməz. Niyə görə? Birincisi Peyğəmbər sallallahu əleyhi və səlləm həyatına baxaq. Peyğəmbər sallallahu əleyhi və səlləm həyatında kafirlər də var idi. Onlar da yaşayırdı, qonşuları var idi. Hətta qonşu Yahudi xəstələndə getdi onu ziyarət elədi. Yahudilərlə alğı-satqı eləyirdi və s. Ona görə bu ayə, hətta onun əvvəlini, axırını oxusaz, görərsiniz ki, söhbət gedir döyüş meydanında. Döyüş meydanında aydındır ki, harda sən düşməni görüb öldürməlisən. Gül bağışlamayacaqsan ki ona. Döyüş meydanında. Ona görə o belədir. O ayə döyüş meydanına aiddir. Və həmçinin başqa ayələr var. Allah Subhanahu va Taala deyir ki, Allah Subhanahu Taala sizə qadağan eləməyib, yaxşı əməl eləmək kafirlərə, və tuqsitu ileyhim, onlarla adil olmaq. İnnallahu yuhibbul muqsitin, həqiqətən Allah adilləri sevər. Görürsünüz, hətta Quran-Kərimdə belə ayələr də var. Ona görə bu ayədə söhbət gedir döyüş meydanına. Və ümumən, əgər Qurani-Kərimi düzgün başa düşmək istəyirsinizsə, Peyğəmbər sallallahu hədislərini düzgün başa düşmək istəyirsinizsə, onda mütləq baxın o hədislərin və ayələrin Peyğəmbər sallallahu əleyhi və səlləm tərəfindən və sahabelərin tətbiqində. Mütləq bu lazımdır. Mütləq. Baxın Peyğəmbər sallallahu bu ayəni harda tətbiq edib? Görürsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayəni döyüş meydanında tətbiq edib. Amma sülhdə yox. Ona görə Allah Subhanahu deyir ki: "Və in canahu lis-salmi fajnah laha və təvəkkəl Allah." Onlar səninlə sülh bağlamaq istəsələr, düşmənlər, bağla onlarla sülh və Allah'a təvəkkül elə. Yəni çox vaxt düşmənlə sülh bağlamaq Allah Subhanahu taala çağırır buna. Çünki istiqrar olacaq, müharibə olmayacaq, dəvət yayılacaq, elm yayılacaq və s. Ona görə bu ayə məhz döyüş meydanına aiddir. Bəli, döyüş meydanında düşməni harda görürsən, bu döyüş belədir də, onu gül bağışlamayacaqsan ki. Onlar da səni çalışacaq öldürməyə, sən də onları öldürürsən. Lakin bu ancaq döyüş meydanına aiddir.